Gördük əziz izləyicilər, biz yenə sizin görüşünüzə gəlmişik. Bu günlərim mən sizin üçün olma pirog hazırlayacağım. Çox tez başa gələn, asan və çox dadlı olan bir olma pirog hazırlayacağım. Bunun üçün bizə lazım olan ərzaqlar bunlardır. 4 stakan un, stakan yarım pesok, 1 stəkan qatıq, 1 armudlu stəkan duru yağ, 3 yumurta, vanil, 1 qabartma tozu və 1 xörək qaşığı kakao. Əvvəlcə biz olmamızı hazırlayırıq. 4 stakan unumuzun üzərinə stakan yarım pesokumuzu tökürük və üzərinə 1 stəkan yağımızı əlavə eləyib olma edirik. Bunu mən yaxşıca olma şəklinə gətirirəm. Olmamız hazırdır. Bundan 1 stakan götürürük. Kakaonu buna qatıb, sonra üzərinə səpəcəyik. Olmamızı götürdük. İndi isə buna qalan ərzaqlarımızı əlavə edirik. 1 stəkan qatığı, 3 yumurtanı, 1 qabartma tozunu, və vanili əlavə edib qarışdırırıq. Budur, bizim artıq xəmirimiz hazırdır. İndi biz bunu əvvəlcədən yağlanmış qabımıza tökürük. Keçimiz də orada əvvəlcədən isidilib. Əlavə eləyirik listimizə. Listimizə tökdük. Bayaq qeyd elədiyim gibi 1 stəkan olmadan götürmüşdüm. Ona 1 xörək qaşığı kakao əlavə edirəm. Bunları bir yerdə qarışdırıb üzərinə səpəcəm ki, yaxşı görsənsin. Siz istəsəniz xəmirinə 1 limonun qabığını da rəndələyə bilərsiniz. 2 qaşıq limon suyu da əlavə edə bilərsiniz. Onda da çox dadlı, ləzzətli alınır. Bunu səpirik üzərinə. Artıq piroqumuz hazırdır. Əvvəlcədən isidilmiş peçimizdə 180 dərəcədə qızarana qədər bişiririk. Piroqumuz hazırdır. İndi isə onun üstünə şəkər pudrası səpək. Məndə belə bir salfetka var. Onu piroqumuzun üzərinə qoyuram və üzərinə şəkər pudrası səpirəm. İndi isə bunu götürürük. Səliqə. Belə bir görüntü alındı. Budur, kəsdik. Piroqumuz hazırdır. Belə bir görüntüsü var. Və bişirin. Çox tez bazar əmələ gələn piroqdur, hazırlanan piroqdur. Siz də hazırlayın. Süfrələrinizi bəzəyin. Bizim kanalımıza baxmağı, bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun, gələn görüşlərə dək.